X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasını verib 6 minus 2-dir. Yavaşlayan hərəkət eləyir. T bərabərdir. 0-a bərabər eləsək 3 saniyə sonra dayanır. 3 saniyə sonra gəlib T oxunu kəsəcək. Yavaşlayan bir hərəkət edir. Başlanğıc sürəti 6-dır. Belə çəkirəm. 6-dan başlayır. 3 saniyə sonra son sürəti 0 olur. Aha. Mən nə deyir ki, 5 saniyə müddətində deyir nə qədər yol gedər. Buralara bir yerə 5 yazıram. Və 5 saniyə sonraki bir dənə sürətini də tapaq. X bərabərdir 6 minus 2 vur 5. Mənfi 4. Burada yazaq mənfi 4. İndi yol tapa bilərik. Yol tapmaq üçün fiqurların sahəsi lazımdır bizə. Bir bu fiqurun sahəsi 6 vurulsun 3 bölü 2. Bir də yolda mənfini götürməyin. Bir də bu fiqurun sahəsi. 3 ilə 5-in arasında 2. Burada bura ilə paraleldir. 4 mənfisiz. Bölü 2. 9, 4. 13.